Prezident İlham Əliyev əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixi 377 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Qısa xəbər. Az xəbər verir ki, fərmanla əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixi 377 nömrəli fərmanının Azərbaycan Respublikasının qanunvericilik toplusu 2006-3 maddə 228 cildi 2.2-ci bəndində və 2.3-cü maddələrində sözləri maddəsində sözü ilə əvəz edilir. Həmçinin Prezident əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanuna edilən dəyişikliklə əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-nədək qazanılmış pensiya kapitalına, uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna, hipoviz-qanizm xəstəliyinə tutulan şəxslərin diliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdan bu şəxslərin azı 5 il sığorta stajı olduqda əmək pensiyaları haqqında qanunun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququna və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 1% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ağıllara, yaşı 70-ə çatmış şəxslərə qulluq edilməsi müddətinə əsasən formalaşan məbləği, habelə bu qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qurumun əmək pensiyaçılarına münasibətdə 20-ci ildə müəyyən etdiyi və 20-ci il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu qanunun 9.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi nəticəsində yaranan xərclər dövlət büdcəsinin digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir.